Eyni bir feili cümlədəki yerindən asılı olaraq tərkibinə görə müxtəlif cür təhlil etmək olar. Necə təhlil etmək olar? Gəlin nümunələrə baxaq. Deyirəm ki, uşaqlar daşlaşdılar. Bu cümlədə daşlaşdılar feilində laş şəkilçisi iki hissəyə ayrıla bilirmi, yoxsa yox? Əvvəlcə sözü kök və şəkilçiyə ayıraq. Sözün kökü olacaq daş ismi. Daş ismindən daşlamaq feili əmələ gəlir. Düzdür? Uşaqlar bir-birini daşlayırlar ki, aralarında daşlaşma meydana gəlir. Yəni bir-birlərinə daş atırlar. Ona görə də burada la və ş iki hissəyə ayrıla bilir. Ş leksik, d ilə də lar qrammatikdir. Sonra ikinci cümləyə baxıram. Deyir ki, sement daşlaşdı. Aha. Burada da yenə sözün kökü daş ismidir. Buradakı laş şəkilçisi iki hissəyə ayrıla bilirmi? Xeyr. Çünki buradakı laş şəkilçisindən sonra ladan sonra yeni mənalı məfhum yaranmırsa, laş şəkilçisi bütöv şəkildə götürüləcək. Amma birinci cümləyə baxdıq ki, laş iki hissəyə ayrıldı. Nə etdi? İki hissəyə ayrıldı. Çünki ladan sonra yeni mənalı məfhum yarandı. Amma ikinci cümlədə isə yarana bilmədiyi üçün laş şəkilçisi bütöv götürülür. Çünki sement daşlaşıbdır, yəni bərkimək mənasında burada işlənib. Ona görə də bütöv şəkildə bunu leksik şəkilçisi kimi götürürük. D da zaman şəkilçisidir.